Bura Astara rayonunun Şağacı kəndidir. Bu kənddə ölsən, dərdinə dərman tapılmaz. Çünki dərman tapmaq üçün aptek yoxdur. Astara rayonu Azərbaycanın cənubunda yerləşir və İran İslam Respublikası ilə sərhəddir. Şağacı kəndi ucqar yerdə deyil, İpək yolunun üstündə dəniz kənarında yerləşir. Turistlərin və əhalinin yolunun üstü olan Şağacı kəndindən keçib otel və restoranların olduğu Astara rayonuna gedilir. Şağacı kəndində müşahidə etdiyimə görə 2 məktəb var. Demək ki, yerli sakinlərin sayı da az deyil. Az olsaydı, bir məktəblə kifayətlənərdilər. Kəndə qonaq gəlmişik. Bacımın uşağının əlini şüşə kəsdi. Təcili yardım gələnə qədər ilkin tibbi yardımı özümüz edək dedim və kəndi yarım saatdan çox axtardım. Aptek tapa bilmədim. Dərman almaq üçün kilometrlər sərf edib ya qonşu kəndə, ya da ki Astara rayonuna və yaxud da Lənkəran şəhərinə getməliyəm. Yerli sakinlərin bildirdiyinə görə kənddə aptekin açılmasına icazə verilmir. Səbəbini nə onlar bilmir, nə də ki mən öyrənə bilmədim. Əziz və dəyərli, xalqın yanında olan Səhiyyə Nazirimiz Teymur Musayev və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov, sizdən xahiş edirəm, bu gözəl kənddə balaca da olsa aptekin qoyulmasında təşəbbüsünüzü irəli sürəsiniz.